İnstitutun hüquq elmi inkişafında attığı adımlar barədə mən qısa məlumat verim ki, burada yeni simalar var, onlar da məlumatda olsunlar. Bu sahədə ən vacib gördüyümüz işlərdən biri virtual hüquq və insan qarşı kitabxanasının yaradılmasıdır. Artıq 2 ildən çoxdur bu virtual kitabxana fəaliyyət göstərir və biz Azərbaycanda hüquq tədris olunan 9 institutun hər birinə məktubla müraciət edilmişik, bütün alimlərimizə müraciət edilmişik və bütün bacardığımız qədər topladığımız kitabları, məqalələri virtual kitabxanaya biz yükləmişik. Bundan başqa biz 2 ilə yaxındır Azərbaycanda hüquq məqalələri dərc edən jurnalların monitoringini keçiririk. Monitoringin nəticəsində biz müəyyənləşdirdik ki, hüquqşünas tədqiqatçıların hüquq ədəbiyyatına, hüquq məqalələrə çıxışında da ciddi problemlər var. Mən istəyərdim, Məhəmməd mənə təşəkkür edim ki, bu imkanları artırır hər birimiz. Mən istəyərdim ki, texniki parametrlərdə müraciət edilmək. Yəni, məqsəd o da deyil ki, H-Links artırsın, bir H-Links. H-Links çox vacib göstəricidir, amma məncə onun əsasında məzmun dayanır və o məzmun ən əsas bir meyardır. Mən demirəm süni intellekdən istifadə eləməyək, amma biz ona yaradıcı yanaşmalıyıq, yəni ondan faydalanmalıyıq. Məsələn, bizim qarşımızda bir də görsel redaktör üçün gətirirlər, inandırım siz süni intellektlə yazılmış məqaləni gətirib bizə təqdim edirlər. Düşünməyin ki, onu antiplagiat proqramı tanımır. Baxın, tutaq ki, 12 səhifəli məqalədir. Başlayıram 5 səhifə yazıram şəbəkə haqqında, internetin tarixindən. Sonra keçirəm proqram təminatına anlayış verirəm. Bu, oxucunu bezdirəcək. Oxucu açan kimi mövzunun adına baxanda mövzuya aid material tapmaq istəyir oradan. Bax, bu konkretlikdən uzaq bir yanaşmadır. Təsəvvür edin ki, tədqiqatçının 4 məqaləsi var və minimum ən az heç olmasa birisinə 4 dəfə istinad edilir. Belə olan halda tədqiqatçının iş indeksi 4-ə bərabərdir. Əgər tədqiqatçının növbəti məqaləsini təqdim edirsə, belə olan halda ən azı həmin məqaləyə 5 dəfə istinad edilməsi zərurəti ortalığa çıxır. Deməli, Tələbə Hüquq jurnalı əsası 2014-cü ildə qoyulmuş və tələbələr tərəfindən redaktörlə dərc olunan lisenziyalı hüquq jurnalıdır. Cari il etibarilə jurnal artıq 12 ildir ki, fəaliyyət göstərir və Online Scopus kimi hüquq sahəsində tanınmış databazalarda da indekslənməsinə nail olunmuşdur. Kitabçının əsas məqsədi xüsusilə də akademik hüquqi yazı bacarığı formalaşdırmaq istəyən müəlliflərə bu barədə bir bələdçi rol oynamaqdır. Bu baxımdan kitabçının strukturu da təsadüfi deyil ki, məhz buna cavab vermək baxımından düşünüb hazırlamışdır.